Salam əziz uşaqlar. İşıq hansı istiqamətdə əks olunur mövzumuza başlayırıq. Araşdırma suallarımız. İşıq hansı istiqamətdə əks olunur? İşıq istiqamətini necə dəyişir? Güzgülərdən hansı məqsədlər üçün istifadə olunur? Periskopdan hansı məqsədlər üçün istifadə olunur? İndi isə gəlin suallarımıza cavab axtaraq. İşıq hansı istiqamətlərdə əks olunur? İşıq güzgü kimi hamar səthə düşdükdə əks olunaraq yayılma istiqamətini dəyişir. Güzgülər işığı yaxşı əks etdirdiyinə görə onlardan bir çox məqsədlərdən istifadə olunur. Sizcə güzgünü hansı məqsədlər üçün istifadə etmək olar? Gəlin tanış olaq. Birinci, stomatoloji məqsədlər üçün istifadə etmək olar. Həkimlər adətən ağız boşluğuna baxmaq üçün stomatoloji güzgüdən istifadə edirlər. Avtomobillərdə yolu izləmək üçün istifadə olunur. Arxa fonda gələn maşınları izləmək üçün maşında iki yan tərəfdə güzgülər yerləşdirilir. Yol döngəsində təhlükəsizlik üçün də güzgüdən istifadə olunur. İşığın güzgülərdən əks olunmasını topun sərt bir səthdən sıçramasına oxşada bilərik. Nicat topu aşağı istiqamətdə hamar bir yerdən atarsa, top yerə dəydikdən sonra eyni yolla yuxarı qayıdar. Bunu şəkildə də biz aydın görə bilirik. Əgər nicat topu müəyyən bucaq altında yerə atarsa və top yerə dəydikdən sonra eyni bucaq altında nicatdan uzaqlaşar. İşığın əks olunması. İşığın əks olunmasının da topun qayıtması kimi simmetrik olduğunu görə bilərik. İşığın düşmə və qayıtma bucaqları düşmə nöqtəsindən səthdən qaldırılan perpendikulyara nəzərən ölçülür. İşığın qayıtma bucağı hər zaman düşmə bucağına bərabər olur. Bəs sizcə işıq istiqamətini necə dəyişir? Əgər biz fənəri güzgüyə tutsaq, onda bu zaman divara da işıq düşəcək. Güzgünü tərpətmədən fənəri sağa-sola tərpətsək, bu zaman işığın istiqaməti də dəyişəcək. Bunu siz evdə sınaqdan keçirə bilərsiniz. Bu hadisə zamanı qaydada olduğu kimi işığın düşmə bucağı qayıtma bucağına bərabər olacaq. İşığın bu xüsusiyyətindən istifadə edərək müxtəlif faydalı cihazlar düzəltmək olar. Belə cihazlardan biri periskopdur. Periskop gizlənərək ətrafı görməyimizə imkan verən cihazdır. Məsələn, okean və dənizlərdə üzən gəmiləri sualtı qayıqlardan müşahidə etmək üçün periskopdan istifadə olunur. Bilirsinizmi? Kainatda işıqdan daha sürətli heç nə yoxdur. İşıq havada 1 saniyədən təqribən 300 min kilometr yol qət edir. Bu o deməkdir ki, 1 saniyədə işıq yer kürəsinin ətrafında 7 dəfə tam dövr etmiş olur. Buna baxmayaraq, günəşdən gələn işıq yer kürəsinə təxminən 8 dəqiqəyə çatır. Bu məlumat günəşin bizdən nə qədər uzaqda olduğunu göstərir. Düşün, müzakirə et. Avtomobili sürərkən həmişə yola diqqət etməliyik. Sizcə avtomobili sürən ana arxa oturacaqdakı övladını başını arxaya çevirmədən necə görə bilər? Biz bilirik ki, avtomobilin salonunda arxaya istiqamətlənən ön güzgü var. Bunun vasitəsilə ana arxaya başını çevirmədən övladını görə bilər. Bugünkü dərsimiz bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm.